Azərbaycan Premyer Liqasının 8-ci turunda Qarabağ Azersun Arenada Kəpəzi 1-0 hesabı ilə məğlub edib. Köhlən atların qanalı futbolçusu Emanuel Adday Telegrafa müsahibə verib. 24 yaşlı hücumçu həm Premyer Liqa, həm də Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb. NUS Premyer Liqanın ən güclüsü ilə 7 oyunda bir xal belə yığa bilməyən komandası qarşılaşdı. Qazanılan 3 xalı necə dəyərləndirirsiniz? Çox möhtəşəm oyun keçdi. Turnir cədvəlinin yuxarı pillələrinə qayıtmaq üçün bu qələbəyə ehtiyacımız var idi. Görüş gərgin keçdi, komandamız bu maçça ciddi hazırlaşmışdı. Amma bəzən hər şey istədiyin kimi getmir. Buna baxmayaraq bu xallara çox ehtiyacımız var idi. Nəticədən razıyıq. Kəpəz son pillədə olsa da hesab 1-0 oldu. Halbuki Danimarka Kopenhagen ilə görüşdə 2-0 hesabı ilə qalib gəlmişdiniz. Bu fərqi necə izah edərdiniz? Çempionlar Liqası ilə Azərbaycan Premyer Liqası eyni səviyyədə deyil. Kəpəz sonuncu pillədə ola bilər, amma belə komandalar bizə qarşı daha motivasiyalı çıxış edirlər. Onlar uduzmaq istəmirlər, çünki sonuncu pillədən çıxmaq niyyətindədirlər. Bu da onları daha çox mübarizə aparmağa vadar edir. Biz də buna hazır idik, amma Kəpəz çox istəkli oynadı. Əslində, bu oyun Kopenhagenlə görüşdən belə çətin idi, amma çoxları buna inanmaz. Danimarka Liqası daha güclüdür, amma Kopenhagen bizə qarşı bir qədər rahat oynayırdı. Çünki onlar bizi çox böyük klub kimi görmürdülər. Kəpəz ən hörmətlə yanaşdıq və tam gücümüzlə oynadıq. Kopenhagenlə oyunda vurduğunuz qol Çempionlar Liqasında həftənin ən gözəl qolu seçildi. Bu, növbəti oyunlara necə təsir edəcək? Bu, mənim karyeramda çox önəmli hadisədir. Hisslərimi sözlə ifadə etmək çətindir. Hər zaman qol vurmaq istəyirəm. Fərqi yoxdur. Əsas heyətdə meydana çıxıram, ya sonradan oyuna qoşuluram. Çox şadam ki, Kopenhagenlə görüşdə istəyimə çatdım. Ümumiyyətlə, o oyunda qol vuracağıma inanırdım. Qolun gözəl alınması və həftənin ən yaxşısı seçilməsi sevincimi daha da artırdı. Bu, xüsusi bir hissdir. Məşqçilər heyətinə, komanda yoldaşlarıma və azərkeşlərimizə də təşəkkür edirəm. Siz çox istəkli futbolçu kimi görünürsünüz. Qarabağa buradakı rəqabətə uyğunlaşmısınızmı? Şəxsi hədəfiniz nədir? Məqsədim klubla birlikdə daha çox uğur qazanmaq. Hər oyunda əlimdən gələnin ən yaxşısını verməkdir. Burada tarix yazmaq, adımı yaxşı mənada yaddaşlarda saxlamaq istəyirəm. Bilmirəm, karyeramı burada bitirəcəyəm ya yox, amma istəyim Qarabağ üçün ən yaxşısını etmək və klubun tarixində yaxşı iz qoymaqdır. Qarabağ Çempionlar Liqasında 2 oyundan sonra 6 xal toplayıb. Komandanın ilk 24-lüyə düşmək şansını necə qiymətləndirirsiniz? Düzdür, ardıcıl 2 qələbədən sonra play-off barədə düşünmək olar. Azərkeşləri başa düşürəm, amma tələsmək lazım deyil. Arxayınlaşmaq olmaz. Hər oyuna ayrıca yanaşmalıyıq. Bu 2 qələbədən sonra dayanmaq olmaz. Növbəti maçlarda da əlimizdən gələni edəcəyik. Bununla belə unutmamalıyıq ki, qarşıdakı rəqiblər də çox güclüdür. Biz hər bir xalda əlimizdən gələni edərək ən yaxşısına çatmağa çalışacağıq. Milli fasilədən sonra İspaniyada Atletik Bilbao ilə qarşılaşacaqsınız. Necə düşünürsünüz? Bu maçdan xal almaq mümkündür. Hazırda biraz istirahət vaxtıdır, amma eyni zamanda həm bu oyunu, həm də liqanı düşünürük. Hər bir futbolçu artıq həmin maçça hazırlaşır. Bilirik ki, yaxşı çalışsaq və əlimizdən gələni etsək, Atletik Bilbao'dan 3 xal götürə bilərik. Bu oyun daim fikrimizdədir. Sadəcə bunu göstərmirik. Hər gün çalışırıq, hər gün məşqimizi edirik.